Ayaz. Salam. Hele. Hoş gördük, hayır olsun. Elə bir peşə seçmişsən ki, Allah xeyir iş ola bilərik. Həkim nə vaxt axtarırlar? Adamın canı ağrıyanda. Ne oldu, xəstələnmirsən? Amma heç naxoş oxşamırsan. Sən bilən mənim bura xərəkdə gətirməliyirlər, hə? Onda xəstəyə oxşayardım, elə mi? Belə bir dərtbə var, eşitməmsən. Deməli, həkimin yanına 3 müxtəlif millətdən 3 pasiyent gəlir. Biri deyir ki, ay həkim, deyəsən özümdə xəstəliyə əlamətləri hiss edirəm. İkincisi deyir ki, ay həkim, üstüyə sağlıq, yaman xəstələnmişəm. Üçüncü də başılalı qayıdır ki, ay doktor, başıla dönüm, ölürəm. O üçüncü bizim millətdən olur. Amma bu dəfə xəstə mən deyiləm. Kişi biraz nasazlayıb, qeyri gündüz gəlib baxmasa düzələn deyil. Ne olmuş ama? Yığışıblar başqa qohumları, nazir olar, rəis olar, müdür olar, yiyiblər, içiblər, yiyiblər. Atamı da məcbur ediblər, qoşdu bu bana. İndi yaman ağlayır. Nəcə, Pərəz dayı məncə çox yelkən deyil. Demirəm, o qohum nazirlər, müdürlər, rəislər məcbur ediblər. O yenə bizdədirlər. Yazıqlar var, süfrə açıq yığmaqdan əldən düşür. Geyin gedin. Yox, bura bax, sən axı belə qohumlarınız olmasın deyə. Var, var, gəl. Bura bax, sən get, mən qonaqlarız gedəndən sonra gələrəm. Mənim rəislə, nazirlə, müdürlə oturacağım yox. Özlədən çəkib qoyacaqlar göyün 7-ci qatına, əsəbləşəcəm. Qorxma, daha əvvəlki atları işləmir. Niyə?
Çünkü hamısının vəzifəsinin qabağına iki hecalı kiçik bir söz var. Sabit. Yani keçmiş. Elədir. Bəs yoxsa onlar bizim qapını tanıyırlar. İndi sabitdirlər deyə başlayıblar gəlib getməyə. Əmi qızı, dayılığı yadlarına düşür. Elədir. Deməli, mənim kimi sadə bir həkimin elə məşhur simalarla bir məclisdə oturmasının səbəbi də elə o balaca sözcüyəz sabit, hə? Daha doğrusu sabitlər. Siz de hoş gelmişsiniz. Gel, Ferhat, ay Ferhat, dolaplar seni götürüyor. Gel gel. Gelin, geçin öyle. Ay kızının savaşmalı hoşuma. Bəli. Öyle şimdi. Bir yolu doşam alır, hadi da. Bizim arvaqda bütün günü əlbəttələr böyük qıratlarından var. Bəli, çünki həmişə hazırın nazırı olmuş. Yaxşı ya. Qarnım ağrıyanda hansı dərman var? Mən qarnım ağrım. Mən dərdim başı. Bu üzüm, gözəl üzüm. Görürsən, öyle mi? Yaxşı da, fazılmış. Evdə pişməyib, qonşudan gəlməyib, hardan öyrənək? Həmişə restoran xörəyi gidizdirmişsən bizə. Nə bilim, Almaların düzülüşünə bir fikir ver. Mətbəxdən nə gözəl xörək əti gəlir. bircə dəfə evə qonaq gətirməmisən ki, ağzınız dada gəlsin. Az özün demir gətirmə, gözə gəlmə. Hiç çağırırlar yine. Sağ olun. Dərdimiz böyüydü. Mətbəx qadını qocaldır. Zəhləm mətbəxdən bilir. Hə vallah. Gedir yok. Giderdi. Köhne havaları çatma vakti değil. Onlar artık kaldı.
Heyif o günlerden. Sert değil. Hayır da günlerden. Hayır. İkisini güneşleyenler. Ben gittim Nazula. Hara gedib sana? Ya sana götüreceğim. Yaxdaş dəftəri necə, yanındadır? Yanlarına Allah yaxşı. 9-cu, 10-cu, 11-ci bəndlər olmuşlar. bak. Deməli belə, Evet. saat 12-də maşın gəlir, aparır məni parikmatora, yanında ya. 2-də masajistlərə, 4-də aerobika, 6-da da saunaya. Buna da akıllaşım ben de aslında. Sən, o göndənsiz zammağın var, onun maşınını da gedə bilərsən. Bugün şofer mənimlə olacaq. Şofer ya maşın. İkisi də. Nə baxırsan üzümə elə? Şofersiz maşını nə edirəm mən, hə? Yoxsa pintürü kuruşka qadınlar kimi maşını özüm sürəcəyəm, hə? Yaxşı, başa düşsün, səbəsmə. Əsəbləşdirmə də məni. Yaxşı, deməli belə. O spesifik var ha, yazdığın şeyləri alıb birinci verərsən mənə. Əli şeylər, qoz ləfəsi ilə kuraqa yadından çıxmasın, onları tez çatdır mənə. Başla, saat 12'ye çatmaram. Çatmaz! Saat 10'dur Evce. Eybi yoxdur, çatarsan. Deməli, əvvəl bazarlıq elə, sonra işe git. Nasıl olmaz ki sen parikmaşırda o şeyler... Masajistkada. Masajistkada olanda o şofer geçsin pazarına. Sən nə danışırsan, hə? Sən istəyirsən ki, cəmaatın yanında mən panidor, göy-göyərti giderim? Yaxşı. Əsəbləşmə, 12'ye kimi hər şey hazır Bu başqa olar. məsələ. Görürsən, lift işləyir. Aşağıya da liftdən düşürsən? Nazar, Ha, Nazar sen öyle şeyleri bilmezsin. niyə? Liftin ayrı lezzeti var. Eminsen. Ama bilirsin ki dünyayı basandan sonra tepeden yukarı kalkacaksan, düğümleri basırsan, kalkırsan göğün 7. katına. Lezzet! Ne kolundan tutan olur,
ne de ayağından dartan bir baş yukarı dirençer insanları vazifeye kaldıran hususi lifler olaydı. Birinci mertebe müdür. İkinci mertebe reis. Üçüncü mertebe nazir mavini. Dördüncü mertebe nazir. Artık! Ne bileyim filan. Feşmekalı. Ohay. Ohay. O kahvahı gürültüyle düşmeyi olmayaydı da. Ha? Olmaz. Olmaz inşallah. Yaxşı ben gittim. Ha, hadi. Ha. Saat 12'de başın kapıda olsun. Başta. İyi bakın hani lift gitti. Adaya, bir aşağı düştüğün bir kalkar. Sonra binersin. Ben nasıl? Hadi. Ben ancak yukarı kalkan lifte binmek istiyorum. Ancak yukarı. Hadi. Yukarı. Ben gittim Nazan. Ha, saat 12'de başın kapıda olsun. Başla. Ayar bak. Böylece bu ayar kilhara. Gel. Ah, yeter gel. Sen gözümü açarım. Sen parçala. Parçalayın. Şöyle parçalayalım. Ay sağ ol. Demesin Ay bana gelin çıkın da. Harda kalmışsınız. Konaklar da gelir, vatanda narahatdır. Hoş geldiniz. Ayar diledi gelen. Geldi. Adını çak. Kulağını bul diyeyimler. Geçin yubanmayın, geçin içeri. Elleri kime sağ. Ay maşallah. Sağdan bir tane sarı gezdirdi. Yanındaki cavan çıktı. Həkim dostumdur. Gündüz. Həkim Adamı görmeye gözüm pis. Düz değil. Hakim yaxşı şeydir. Bilirsən, hakimin en güzel ve en yaxşı maziyyatlarından biri de hoş rəftarlı, güler yüzlü olmak deməkdir. Şirindir. Hakimin ki hoş rəftarı oldu, hələ xəstəyə dərmandır. Hakimsən? Yəqin bu cavan oğlan bilir ki, həkim daim öz üzərində işləməlidir. İşləməsə qantarlayacaqlar. Həyatdan geri qalsa, yeni xəstəlikləri mühariş edə bilməz. Və bu... Toğun qanını yerindən verir mi? Alo. Ne acaba özün götürdün çocuklarını? Nədir? Əlimdə var, kuşum var.
Qırılmış kağıtıdan hardadır? Hı? Kim? Akşam zəhmət çəkib evə tez gələrsən. Restorana qonaq çağırırlar bizi. Hı. Evlilik gecikmir. Sağ ol. Bilirsiniz, Yok. ne yok? Həkimliğin bir şərti de var. Ne? Gerek nefsini koruyasan. Nefsli adamdan həkim olmaz. Hiç müdür de olur. Bəli. Reis de olur. Heç nazir de olmaz. Ben. Bəli. Olsa özlük yaparsa kanmayacak. Burada deyibləri, hər kəs öz şəhərindən xəbər verir. Bu sabiqlərdən birini bədrəftarına görə, ikincisini həyatdan geri qaldığına görə, üçüncüsünü də nəfsli olduğuna görə işdən çıxardıblar. Mənim adamım gəldi. Daha mənə ölüm yoxdur. Ama lakin gel atıyor burada yanımda. Gel. Gel. Güzel şehirden senden tanışın. Siz konular. Gelin görün nece varsınız. İndiki vəziyyətinizdir, nece varsınız. Günleriniz ne geçir? Güzelimiz için. Alo. Alo. Canım çırpa. Bundan güzel gün olar. Gündüzlerin istirahat edin bizim için səhərdən akşamacan. Akşamlar da ki arvadahanı götürülə aparıram, kino var, tiyatra. Gezirik də özümüz içində. Ana qohumlar, qohum arvadalar görürsən ki, gəlirik, gedirik, gitmişiz bir yerə. Canım üçün, mən elə əvvəldən ərizə vermişdim ki, bir neçə dəfə məni çıxardım. Yaşamaq olmur da, qohum bilmirəm. Gecə gündüz evdə tapılmıram. Amma ərizəmi yoxdur. Ama canım çok, özüm çıktım. Qay işləsinlər də, qay indi cavanlar işləsin. Öyle. Hə, vallahi. Əşinizdə həsrət qalmışdı. Yaxşı ki, çıxdı oturdu evdə bir görürük, baxırıq. Uşaqlar az qalırdı, tanımasın atalarını. Şükür Allah'a, vallahi az qalmışdı. Biraz da belə getsək, itirəcəklər atalarını, tanımayacaqlar. Şükür Allah'a. Cavanlar. İşləsinlər. İşləsələr yaxşı. Kaynaşına. Oldu. Yok da bir yerde görüşeydi ha? Ne olar? Vay, saunadan güzel yer olar. Oldu. Yaxşı. Sen git. Bizem. Bir şey getirimleri olarak bakayım. Ne getir? Sonra geldim beni göster abi yere git. Oldu.
Salam Melek. Salam. Bu size çatmalı. Teşekkür ederim. Sağ olun. Sağ olun. Məni demirsən kişi, gecə gündüz zavoddan ayrıla bilmirdim. Elə bir qandazlaymışlar məni zavoda. Bir dəstə yorğan döşək ayrı qoymuşdu kabinetə. Hər ehtimala qarşıdan, ha? İnandırım sizi vicdan haqqı deyirəm ha. Çox var belə kabinetdə. Yatın, mağayım. Qalmaram, zavodun qayrısına qalmaram, qandazlayıb apararlar məni. Ama indi maşallah evliyəm. Əlimə qəzet şurman keçir, oxuyuram, sanattır, oxuyuram. Mağayı oxuqlarından bizə də danışır. Ha, bilirəm dünyada nə var, nə yox, haranı patlatlar, kimi qandallı zaten, kimi qandallayıb apardılar. İndi bilirəm. Ona görə də uzanır. Oh. Oğlum kanlı yerinden benim mi yiyeysen? Selam aleyküm kızım. Sağ ol. Kızım, reisiniz. Bizi kabul edersin. Kabul eləsin, ha, istəvdur. Reisin vaxtı yoxdur. Necə vaxtı? Biz nara da gerekli. Yoxdur da bax. Necə vaxtı yok? Necə vaxtı yoxdur? Vaxtı yoxsun. Onun belə dəxli yox. Necə de sana dəxli yok? Onun belə dəxli yox. Necə dəxli yoxdur? Bəs kimə dəxli var? Reisin vaxtı yoxdur. Ben bilmemişim. Ben burada oturup gözleyeceğim. Vesselam. Biz burada gözlüyük vəssalam. Gözlüyük burada. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Salam. Ne mesele? Bilmiyorsun. Vay kardeş bizim Ne oldu böyle bir için? Ya ben de adamı söyle bana. Bilmirəm, siz bu sözləri ürəkdən deyirsiniz ya yox? Ürəkdən. Yox. Vəzifənin ləzzəti başqadır, qardaş. Tamam başqadır. Stolun arkasında oturup ki, zəngi basırdın ha. Ya bir seyri maşından bir balaca çölə çıxardın ha, bax. Hər dəfəsi 1 milyona deyərdi. Bundan yaxşı istirahət görənlər iki qat eğilib salam verirdi. Yoxsa indi Malçişkanın biri səndən haqsam istəyir. Nəyimə lazımdır belə istirahət? Sizi bilmirəm. Məni çıxartmasaydılar öz xoşumla stolumdan aralanan değildim. Neyim ki mitilimi attılar bayıra. Əcəb elədilər çıxartdılar. Bəs bilmirdin ki, çox yemək adamı az yeməkdən də qoyar?
Nereye koyarsın? Allah, çok sağ ol. Allah. Ben seven yerim. Sağ ol. Bu tarafta çeksin. Parasından üreğini çekilsin ya. Ver. Gel. Gel bura. Doktor, seni telefona çağırırlar, bu dəhlize çıkardım. Şimdi Gel indi bilərsən. Oturup burada. Destek. Nerede? Yemeğimi yiyin. Bak yine. Nerede? 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 Su yoktu, su. Su var, su. Korkma bu. Aç. Bir iki tike yerden ha. Hey. Susuz yerim. Ha. Tatlı değil. Tatlı değil. Şerefler. Çok yağlı diye az değil. Neticesi pis olur. Özüm bilirəm. ne demek? Tez hiç kere yemeğimizi yiyik. Buna bak, hiç çiğ yapar, süre yalnız bir reçe, içmiriz, hiç kim içmesin. Olmaz azizim, olmaz. Atam içmeyir, o birileri de içmeye yaramaz. Niye yok? Mesele uzundur. O adamlar içen kimi sabit olduklarını unuturlar. Nazır o saat başlayır elini stola çırpıp emirler verir. Reis başlayır sürücüsüyle kağıtmasını emir verip işten kovmağa. Ticaret müdürü de aşınansa zəngilemeye telefon aktarır. Sonra başlayırlar ağlaşmağa. Bir həngamə, bir mələkə qopur, gəl görəsən. Ya şimdiye böyle edirlər. Ne bileyim, sadık olandan sonra bu belaya müptela olurlar. Ay valla, kırığını soydu ki niye burada dayanmışsın? Güldüm sen işinde ol. Onları içmek yaramaz. Arvadıları bayağıdan bana yalvarırlar ki evlerini içki göstermeyin. Gel aç. Sen Böyle de inşallah. Böyle güzel sürede kişiler adamı içmeye de içki içmeye de koyulurlar. Benim kandan yine sular. kirde. İşte su, bir de su verir. Su da su. Bunlar istemiyorum. Bu zəhlidir. Bana böyle adı su da. Bilirsən. Evlenmiş su. Su. Yoktu. Şurada. Bir iki Ne suçluysa. Evlenmiş. Ha, Siz gelin ne var dostum? Yoksa seni ağır xəstə üstüne çağırırlar ha? Ha? Xəstənin neşəsini burada koyuyor. Kimin yanına geleceksin ha? Hayır, rahat olun, yine bir şey yok. Ha? Nerede bir şey? Onda ben de gelin bir zeygonum da ha? Ha? Hava gelirsin otur. Yok. Yolunu da. Azıcık dedim sana otur. Ha yok, hiç etmeliyim ben. Yolluğa zəhlər yaxşı getdi. Yolluğa benden salam değil. Gelen dostum, gelen. Girmez. Su içebilmez. Su içebilmez.
Bu kişi gəlib çıxmadı ya. Yəqin telefonla danışır. Bu qədər. Fərəc dayı, maşallah biləm sağalırsan. Allah şəfa versin. Şeydə, barəqəyə baxdım. Həkim yandı. Hə. Amma çox yağlı. Su. Su. Nə oldu? Zəng elədin? Yaxşı oldu. Bu zəhrimar telefonun səsi nə ağır çıxır. Eğer zəng vurmaq istəyəniniz varsa, gedin siz də vurun, telefon dəhlizdədir. Hə, mən içində tek zəng gelin. Otur. Sən hara? Deməli gecədə zəng vurmayacaqsan. Deyəsən köhnə havalar başından çıxmayıb ha hələ sən. Zəng eləyir. Su. Su. Ay Allah, ay Allah. Sen kim? Öldü bu akşamlar. 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 Nədə səni düzənirsən? Toya zada gelirsən deyə. Ya yaş tapmısan. Bugün akşam kollegiya iclasında nazir bize elə bir toy çaldıracak ki haberiniz olmayacak. Axşamlar siz iclas eləyəndə katibələr də orada olur. Elbette katibesiz ne demek istiyorsan? Demək istəyirəm ki, o da sənin kimi ev, ailə üzünə həsrətdir. Bəs nazirin boğazı quruyanda ona bir qurtum su vermək lazımdır, yox. O gün mühüm iclas keçirdik. Səhərə qədər. Bəs sizin boğazınız quruyanda sizə suyu kim verir, hə? Əslində, bilməmişdik. Gerek kollegiya iclası akşamlarla bizim evden başlaydı. Fikir verirəm. Hər dəfə o qurumuş katibənin adını çəkəndə özündən yaman çıxırsan ha. Bəxtəvər başıma. Heç məndən danışsalar vecibə gəlməz. Sən nəyinə lazımdır? Hər dəfə zəng eləyir. Sən zəng eləyir bəhbər. Qəşək gülür. Nəyinə lazımdır axı o sənin, nəyinə? Yalansa. Sırağa gündüz 10 dəfə eyni sözü təkrar eləyib durdu. Rəis otaqda yoxdur, mesajınızı təkrar eləyim. Ona deyirəm ki, ha, zəh çalan rəisin arvadıdır. Verici nədir? Tutuquşu kimi eyni sözü təkrar eləyir. Rəis otaqda yoxdur, mesajınızı təkrar eləyim. Rəis otaqda yoxdur, mesajınızı təkrar eləyim. Ay qız, bu avto şirkdən olmadı. Ha vaxtdan katib olub, ha vaxtdan katibəli eləyib. Nə? Bu şeydir. Avtoatvetçi kimdir? Bəs niyə onda onun səsi belə əzmə büzmə, mərmə nazikli kişi deyil bəyəm o? Ay qız, katibə onu bir dəfə yazdırıb dentə, hər dəfə kim zəng vurdu, onu avtoçek nə deyirsiniz o? Cavab verilməz, sana metroda görməmişsən, metroda açılır. Mən məyər hər dəfə zəh çalanam, o avtoatvetçikdir, şotçikdir, nəzzibildir. Yaxşı. Ona tapşır ki, arvadım zəng eləyəndə məni çalışdır ondan, bildin? Baş üstə, deməli elə bir şey icad ediblər, tapşırılan getirirlər, yaponka, pilka, yapçı, oldu. Bak görürsən, məni saxlayırsan, sonra sən axşam gec gəlmişəm. Mən getməliyəm, lazım deyil, özüm. Sağ ol. Sağ ol. Görəsən,
O qurumuş katibənin adını çəkəndə bu işin özündən çıxır. Cəhənnəmə ki, evim, eşiyim, varım, dövlətim, cah-cəlalım girib hamının gözünə. Qoy bir dənə də qurumuş katibə olsun bizim gözümüz. Aya! Bu ne telefon etti? Ayaz müəllim, zəhmət olmasa mənə bir dənə qarın börək stəkanda içməli su. Qaynamış amma soğuk olsun. Başla. Ayaz, Benim. qadan oğlum, necəsən? Sağ olun. Yaxşı vardım. O suyu 2 dənədə yanıram. Allah canı sağ olasın sen. Gel Ayaz, gel. Yaxşı da. Hə. Böyle bunu... Allah bak. Nə bileyim? Tuzu kırılır. Bu başka mesele. Çattı. Bağlı asıl sürdü. Çattı. Globi. Şimdi bak, oraya bir baba gelecek işte bak. dost olacağız. Ömrü boyu birbirimize sadık nökerler olacağız. Sağ ol, sağ ol, sağ ol, sağ ol. Yeri yeri ben de gelin dağılınca, hatfilile apar beni yanınca. Yolları Boş olsun, boş olsun. Ha, yaxşı, yaxşı. Necəti başqa da Ümumiyyətlə, ben bir söz diyeceğim. Zafara var orada zafara. Su, cevher, yerine var. Yani suda olan temperament
Ne? Temperament? Hiç de yok. Yok. Ayşe. Hadi. Gel o telefonu getir koy bak buraya. Bu stolun üstüne bala danışalım. Bak. Ne danışırsan? Ha oğlum, zahmet olmasın sana Allah. O benim verdiğim temiz su var diye ya. Ondan bir grafin getir. Hele ben de özüm için suzuyan bir şeyde bir de durup ona kokulayım. Hay. Baba dur bakalım. Yani O grafini içeri. Gandalya var bizden hakkı. oldu reis. Getir bari sen onu. Alo. Gel orada ne var? Hamsını getir koy bu stolun üstüne. Koy belki hanımlar zengin Ha de bak sen de sürekli bu. Ebeden. Ben kusarım. Ha ebeden. Dersin Ayvalı yüreğinize ziyandır. Az içinize bunları. Görürsen de benim. Cehennem olsun sana. Patlasın o yürekli. Patlasın. Patlasın o yürekli. O çekyalarına bırakırsın. Yüreği, onu düz değil. Patlasın o yüreği. Yüreği güzel dedi. Sen canımı yiyeyim. O bir hakim işliği diye neydi onlardı? O ülah yazı, bir ülah bana yarak değil. Demen o hey. Yok. Koy çalsın. Dur da bu. Kayseri. Bu Muhammed sana hepsini diyemem. O sana. Yapsak değil. Baba, iyi. Otur. Sen utandan diyor. İyi. Yüreği değil.
utanmısan ha, kiminle danışırsan. Yaxşı, yaxşı. Malçak! Malım, nazır olanda senin kimi 2000 elimin altında kadın işleyir. Düzdür. Bana ne hiç kişileri demirəm. Bəli. Sen kimsen? Bu Ejder abi. Çamurnak! Malçak! Çamurnak! Şekerim ben bir söz demiyorum. Ne dedim? Sen diye de bilmezsen ahi. Sen diye sen beni uzakta görmüşsen. Ben nazır olanda bilirsen neyirdi? Bəli. Bak, nazır olanda indi. Ya bak. İşte buradan. Yok siz yine. Sen kimsen? Nüsret abi. Nüsret abi. Şekerim. Konak gel. Ben işten çıkardım lan. Nüsret abi konak gel. Ha? Bana yine yalvaracaklar. Evet. Bana diyecekler gel işe. Nüsret. Allah'ın gelmeyiz. Gelme diyorlar. Ya Gelme. oy çalanlar iştesin. Bəli. Oy şak. Yaxşı. Sen de işleyeceksen. Yaxşı. Ben sizi güldür diyemiyorum. Ora. Uşak yürüdü. Ha ben sizi güldür. Şekerim yaxşı. Ben nazır olanda. İbadullah da. Bırak! Ya bu herhali konak gel. O çıkarıp kulaklardan yeni hareketlerine göre. Sen orada sakin ol diyor. Sakin ol biraz sakin. Sakin ol. Danışma, sen Allah danışma. Bibi oğlunun yine nazirliği tutup. Hayat neyledir? Ay Ayaz, dedim seni gibi zehrimarı getirme bu süfreye. Bir abur olduk biz. Sen bilirsen ben kimim? Tanımırsan. Kimim ben? Dayına götür. Öz dilde neye lazım vazifesi yüreğime. Ben ulan sen de genç ulandım. Evet. Ha. Ne dedin? Genç ulanda tonlarla ürek al satırdım. Yanında. İndi. Bütün ezalarım ağrıyor. İnanırsız. Görür dönürsün yanında. Yanında. Karşıda. İnandırım sizi. Kardeş, Sen, neden? İndi seyre kadar yapma. Kaçalım benimle. Resmen. Çağırın şoförü gelsin. Şoförü gelsin. Kan doluyor. Vicdan. bu da o. Bak şoför gelir. Gelir. Demlek dadaşı getirir. Rüzgarında demlek. Gelir yüzümü kırkır. Oradan gelirim. Masaja
Oradan sonra girirəm garaja. Garajda öz maşınımı yanında öz maşınımı götürüp gedirəm Samiyə. Oradan da Cəhənnəmə! ora bir yerdə gedəcək. Bəsdir bizi rüsva elədin. Elə bilirəm sən ki, bugün hafta olursun. Hamısını qaytarsın mənim özümüz. Qaytarsınlar da özümüzə. Ay Allah. Ay, ne oldu? Bir şey lazımdır. Yok, lazım olanda özüm diyeceğim. Hayvanım, bana diyorsunuz ki kulağımız dinçti, av güne çıkmışım. Beni ne kadar bu vaziyete böyle Oho! Vazife! Bilirsen necə şirindir. Vazife! Hürmet deməkdir. Vazife izzətdir. Vazife her şey demek. Yaxşı da ay bibi oğlu. Sen nazir olanda mən adam arasına çıxa bilmirdim. Sənə deyə bilmədiklərini mənə deyirdilər. Bütün tanələri mənə yağdırırdılar. Təmələr sənə yağılırdı. Ama pullar benim başıma tökülürdü. Salam Melek. Salam. Başlı istedim. Teşekkür ederim. Çok sağ ol. Sağ ol. Sağ ol. Ben reis olanda o günleri yapmaz salanda o gün yanında o günleri yapmaz salanda başıma içerlik kapatma Bu kimdir? Ellerim kapatıyor. Elim kandanlıdır, kapat. Elim kandanlıdır, kapat.
Gelin yatın. Yatın ay baba. Belki başınızın dumanı çekilir. O duman ki onların beynine girip çetin çekiler. Sakit olun. Size Allah sakit olun. Hanım hemşire vazifede olmaz ki. Ben biliyorum. Ben biliyorum ki bu vazife hamam fitesi için bir şeydir. Bəsdir. Bir gün senin belindedir, bir gün bir başkasının. Meklerliğine benzetmedi. Sonra ne yapıyorsun? Ay ben ne bilmiyorum. Qışqırma. O cəhcələrdən sonra, o pəhpəhdən sonra bu sakitliyə gözəl bilmirəm, qardaşım da bilmirəm. Bəsdir. Bəsdir, xalqın evini yaslanma eləmə. Bunu ver bura. Ver bunu bura. Hadi bax. Tibb elində bulan müayinə şey edirlər. Yəni böyüklük xəstəliyi. Xeyr, vəzifə xəstəliyi deyil. Yox, əsl xəstəlik vəzifəni əldən vermək deyil. Kimi maşını, otağı, tatilləri əldən verdim. Gəlir, haqqısını əldən verdim. İndi o balıqçı kimi gəlib oturmuşam bu köhnə təknənin yanında. Kimdir köhnə təknə? Mənəm köhnə təknə? Ha, bəsdir. Bəsdir, yasxana açdın. Yenə yadına o yun çubuğuna oxşayan katibən düşdü, hə? Yaşırmırsan bəsdir? Yaxşı işləyəydin, savadın olaydı, çıxartmayıdlar səni. Savadsızın biri. Mən nazir. Tamam da. Şekerim sen yine nazir olacaksan inşallah. İnşallah. Dur. Ayaz, bilirsən də sənin bu qohumun savadsızın biridir. Nazirlikdə attestasiya keçiriblərmi? Buna nə sual verib, nə cavab verə bilməyib. Savadsızın biridir də. Yatıb fil qulağında. Dur ayağa, dur. Sovet Komünist Partiyasının tarixini ki bilirdim. Nə olsun bilirdin? Necə nə olsun? Ne olsun? Orada da hələ onu deyib, mən partiya tarihi keçmişəm. Partiya tarihindən sual verib, bülbül kimi ötümsüz. Transportların tarihi. Sovet partiya. Necə hansı partiya? O vaxt benim Şükür, gəlmədi. O vaxt bir partiya vardı, hamımız da onun tarihini sül ezber bilirdik. Yaxşı. Şəxat, Susdu bu da, o bu. Orada da Другой такой строй знаю, где так вольно дышит человек. Bəsdir, otur, orada dəlibab edəcək deyib də. Hə, bu da öyrəndə gözünə döndüyü biri buna belə bir sual verir. De görüm, o vaxtı Rusiyada inqilabçılar niyə marksizlərin səviyyəsinə qalxa bilmədi? Bunun üçün Rusiyada nə yox idi? Ne yok, sen demişsin be ya. Dedi. Dedim ki o vaxt Rusiyada lift yok idi, ona göre de demokratlar kalmışlar aşağıda yukarı kalkabilmirler. Savadsızın biri. Ben gördüm. Atımlar bitirdim oraya. Gördün. Dur ayağa, yaslanı açma. Benim ağlı evvelki vaxtımız olsaydı eve başımdan gider. Başınıza evi yok mu? Piyade geçmeyi olar mı? Sana ne bak? Peki. Ayağa. Peki lift işlesin. Lift. Lift. Kimse kapkasını basıp yukarı.
İndi buyur. Hə, yaxşı, dur, indi lifti də söndürənlər qalar. Dur, eve bir gedək. Gedək. Onu böyle də. Ne yapar? Bu Sabit Nazır ve Sabit Reis. Ha, indi olar ötağanələrdir. Evet. Bir qapını aç. Açın. Ha. Açın da. Ahara gelirsən. Kuku. Neyinlər bu? Sen sebebe yaptın. Benim güzellerim. Ben Nazır. Onda. Ne? Restoranda. Ben müdür olanda Siz müdür, reis, nazır olanda bizim kulağımız dincidi. gördün mü bir kızı? Geldin ben diyene. Ha yok, bir kızı demek istiyor ki siz vazifede olanda hiç bize gelmirdi. Biz sabit olmayanda. Yaxşı. Niye oraya gidiyor? Öyle. Sabit ol. Siz sadık olmayanlar bizim rəyimizi alın. Şimdi de koy sizin yüreğinizi ağrısın. Doktor, xəstəliyin adı nə oldu? Xəstəliyin adı çox. Amma bu mənədə tutulanların hamısının bir adı var. Sabiqlər. Sabitler. Necə də dəqiq addır. Sabitler. Allah sənə rəhmət eləsin gözə gəlir. Bəlkə də qaytardılar hülyası hələ də yadlarından çıxır. Bence bunların birce adı var. Zırlama. Vesselam. Yenə də gözə gəlirlər min rəhmət. Olacaksın şekerim, olacaksın. Ben restoran. Olacaksan canım, olacaksan. İnşallah olarsan yine. Nazır. İnşallah yeni olacak. Yavaş. Yavaş. Sen Allah yavaş. Aktanım burada olur. Yok atlama. Nerede? Sen atlamazsan da git. Ben restoran. Yok yıktım ben. Ben Sen restoranda. Ben restoranda aktaracağım. atlam. Bu reklamları restoran. Sen reis ol, Allah'ın güvenliğine. Yani anam benim için doğurdu. Hamurum benim için doğurdu. Ay yaman seni anam. Benim için doğup gidiyor. Bak gidiyor.